Salam, hörmətli müəllimlər, dəyərli müdavimlər. Bu videoda fəsil sınağı 1-in izahına baxacağıq. Burada həm sualların izahını bir yerdə baxacağıq, həm təhlil eləyəcəyik variantlar və eyni zamanda da burada bir çox mövzulara aid suallar var ki, həm sualların əsasında biz mövzularda təkrarlamış olacağıq. Gəlin bir yerdə sualları təhlil eləyək və bütün variantları bir-bir baxaq. Deyir ki, sinifdə oxu bacarıqları, situasiya suallarında xüsusən dəyərli müəllimlərimiz diqqətli olaq ki, variantı uyğun tapmalıyıq. Uyğun deyirsə uyğun olan axtarmalıyıq. Uyğunsuzluq deyirsə uyğun olmayan, ona görə şərti çox gözəl şəkildə təhlil etmək lazımdır. Deməli, birinci sualda nə deyilir? Sinifdə oxu bacarıqları fərqli səviyyədə olan şagirdlər var. Müəllim hamıya eyni mətn üzrə tapşırıq verir. Baxın, dəyərli müəllimlərimiz, şərtin hələ davamını oxumuruq biz. Deyir ki, oxu bacarıqları fərqlidir. Oxu bacarıqları fərqlidir, amma müəllim hamıya eyni verib. Müəllim eyni verməli idi, yoxsa müxtəlif fərqli verməli idi? Əlbəttə ki, fərqlidirsə səviyyələr, fərqli, eyni mətn yox, fərqli səviyyədə olmalı. Deməli, bu cümlə buradan səhv başlayır. Daha sonra davam edək. Bəzi şagirdlər tapşırığı tez və ya rahat yerinə yetirsələr də, digərləri mətni anlamaqda çətinlik çəkir. Onsuz da ikinci cümlədən artıq aydın idi ki, çünki hamıya eyni vermişdi və çətinlik çəkəcəkdilər onsuz da. Dərsdən geri qalır, passivləşirlər. Zamanla bu şagirdlər dərsdə iştirak etməkdən çəkinməyə başlayırlar. Bu problemli vəziyyəti aradan qaldırmaq üçün müəllim sinifdə hansı addımı atsa daha uyğun olar, daha uyğun olanı bir şeyə variant axtarmalıyıq. Deməli, sinifdə oxu bacarıqları fərqli səviyyədə olan şagirdlər var. Müəllim bütün uşaqlara eyni səviyyədə verib. Ona görə şagirdlər çətinlik çəkirlər, dərsdən geri qalır və passivləşirlər. Hansı ad bir müəllim olaraq dəyərli müdavimlərimiz hansı addım ataq ki, vəziyyəti düzəldək? İndi yenə variantlara baxaq. A variantına görə nə yazılır? Müəllim bütün şagirdlər üçün tapşırığın izahını bir daha təkrar etməli və daha çox vaxt verməli. Niyə təzədən izah edirəm ki, bütün şagirdlərə başa düşüb və kimlər başa düşmür və hamıya da eyni səviyyədə verməmişəm, axı ona görə, daha doğrusu fərqli səviyyədə verməmişəm, hamıya eyni səviyyədə vermişəm. Bu səhvdir avtomatik. Bu problemi, vəziyyəti düzəltməyəcək. Bu getdi. B variantına baxaq. Müəllim çətinlik çəkən şagirdlərə evdə əlavə məşq tapşırıqları verərək, uşaq bu dəqiqə dərsdə onu başa düşməyibsə, evdə necə başa düşəcək? Problemi bu dəqiqə həll etmək lazımdır. Evdə həll etmək lazım deyil. Heç cümlənin ardında oxumağa ehtiyac yoxdur. Ona görə B-ni də silərək avtomatik. C variantına baxaq. Müəllim oxu bacarığı yüksək olan şagirdlərə əsas götürərək, bu artıq ayrı seçkili oldu ki, müəllim oxu bacarığı kimi yüksəkdir, o uşaqlara əsas götürərək dərsin tempini qoruyub saxlamalıdır. Yəni, əsas onları öndə görməlisiniz. Kimin ki, oxu bacarığı zəifdir, onlar ikinci planda qalmalı. Təbii ki, bu yanlışdır. Hər kəsə bərabər şərait yaratmaq lazımdır. Daha sonra D variantına baxaq. Müəllim çətinlik çəkən şagirdlərə ayrıca izah verərək onları dərsdən kənar fərdi şəkildə dəstəkləmir. Dərsdə, yəni dərs prosesində uşaqlar çətinlik çəkir, onları ayrıca saxlamalı, yəni dərsdən kənar fərdi şəkildə dəstək verməliyəm, səhvdir. Elə müxtəlif səviyyədə olan tapşırıqlar verərdim də elə dərs prosesində. Niyə bu qədər problemi geniş vəziyyətə gətirib çıxardıq ki? Daha sonra D variantına baxaq. Müəllim mətnin müxtəlif çətinlik səviyyələrində, baxın burada qeyd elədik deyil, birinci cümlədəki hamıya eyni yox, müxtəlif verməli idi. D variantında da onu qeyd edilib. Müəllim mətnin müxtəlif çətinlik səviyyələrində təqdim etməli, tapşırıqları fərqli yollarla yerinə yetirmək imkan yaratmalı idi ki, bu problem olmasın. Düzgün cavabımız hansı oldu dəyərli müəllimlərimiz? Y variantı. Gərək biz bütün bəndləri oxuyaq ki, düzgün variantı tapaq. Sualı oxuyan kimi birbaşa düz variantı tapa bilməliyik. Çünki biz bəndləri təhlil eləməliyik. Çünki şərtdə bizə daha uyğun olan seçim edilir. Düzgün cavabımız oldu Y variantı. Ümid edirəm sualın həm şərti, həm də variantları bizə tam aydın oldu. Baxırıq ikinci suala. Aşağıdakı addımlardan hansının atılması 21-ci əsr bacarıqlarının şagirdlərdə formalaşmasına xidmət etmir? 21-ci əsr bacarıqlarının formalaşmasına xidmət etmir. Görək hansı variantda ümumiyyətlə 21-ci əsrdən söhbət getmir. Həmin variantı götürək. Baxaq A variantına. Təlim prosesində problem və layihə əsaslı təlim modellərindən istifadə edərək şagirdlərdə əməkdaşlıq, qərar vermə bacarığı, əməkdaşlıq, danışmaq, problem həll etmə, layihə əsaslı təlim modelləri 21-ci əsr bacarıqları tələb eləyirmi? Əlbəttə ki, eləyir. Bu elə müasir dövrün tələbləridir. Bu doğrudur. Bizə tələb etməyən variant lazımdır. Bu düzdür, götürmürük. Tapşırıqları dərsin əsas məzmunu çərçivəsində planlaşdırıb, sinif üzrə müvafiq ardıcıllıqla və templə icrasına nəzarət etmək.
Deməli, bir də oxuyaq variantı. Tapşırıqlar dərsin əsas məzmun çərçivəsində planlaşdırıb, sinif üzrə müvafiq ardıcıllıqla templə icra edirik. Burada hər hansı bir 21-ci əsr bacarıq gördüyümü, şagird tapşırıqları müəyyən templə ardıcıllıqla yerinə yetirir. Burada heç bir 21-ci əsr bacarığı biz görmədik. Ona görə B variantı bizim cavabımız olacaq, amma digər variantlarda gəlin təhlil edək. Rəqəmsal vasitələrdən istifadə edərək rəqəmsal İKT vasitələrindən istifadə etmək 21-ci əsr bacarıqlarında var idimi? Bəli, rəqəmsal savadlıq var idi onsuz da. Bunu çıxırıq, bu doğrudur. Metakognitiv bacarıqların formalaşdırılması üçün şagirdlərdə öyrənmə prosesinə dair öz fəaliyyətlərini, şəxsi sosial öyrənmək kompetensiyamız da var, yəni 21-ci əsr bacarıqlarımız var idi. Bu da var, bu da doğrudur. Tapşırıqları real həyat kontekstinə uyğun quraraq şagirdlərin biliklərini praktik vəziyyətlərdə, yəni əzbərləməsinlər də. Məsələn, B variantında tapşırığı bildiniz, məzmunu bildiniz, indi tapşırıqları yazın, müvafiq templə ardıcıllıqla yerinə yetirin və salam, qutardı getdi. Amma Y variantı deyir ki, real həyatdan nümunələrindən və ona uyğun praktik vəziyyətdə tətbiq etmək, praktikada tətbiq etməkdir. Bu da doğrudur, bu da 21-ci əsrin tələblərindən, amma B variantı deyil. B variantı bir növ əzbərçilikdir. Ənənəvi rejimdə olduğu kimi bir nümunədir. Daha sonra, deməli, ikinci sualda olduğu düzgün cavabımız B variantı. Baxırıq üçüncü suala. Cədvələ əsasən uyğunluğu tapın deyir. Gəlin fikirləri oxuyaq bir-bir. Debat üsulunda əsas üstünlüyü şagirdlərin uzunmüddətli layihə üzərində işləyərək problemi mərhələli şəkildə araşdırmalı, məhsul hazırlayıb, debatda harda məhsul hazırlayırdılar, elə bir şey yox idi. Amma biz yenə sual şərti qurtarmadıq üçün davam edirik. Nəticəni real auditoriya qarşısında təqdim etmək. Debat üsulu mövzunun dərindən araşdırılması var idi, natiqlik məharətinin formalaşdırılması var idi, təsdiq tərəf var idi, təkzib tərəf var idi, üçüncü tərəfi inandırmaq var idi, məhsul təqdim eləmək, yəni belə bir şeylər debatda yoxdur. Bu səhvdir, yəni auditoriya görürüz, bu düzdür deyib götürmürük də, yəni cümləyə bütöv baxmaq, məhsul hazırlayıb, məhsul təqdim eləmək deyir. Bu yanlışdır, qarşısında yanlış yazılıb, yanlışa yanlış dediyi üçün uyğunluq gözlənilib, yəni biri götürəcək, yanlışa yanlış deyir. Daha sonra B variantına baxarıq. Canva-dan istifadənin əsas üstünlüyü müəllim bütün dərs materiallarını əvvəlcədən hazır şablonlar üzərində təqdim etdiyinə görə şagirdlərin yaradıcı düşünməsinə və fərdi yanaşma nümayiş etdirməsinə ehtiyac qalmır deyir. Səhvdir. Əksinə biz Canva-da nə yazmışdıq dərs izah eləyəndə də yaradıcı düşüncəni işə salır, yaradıcı düşüncəni tələb edir, amma burada deyir ki, yaradıcı düşünməyə ehtiyac qalmır yazıb. Bu yanlışdır, amma qabağına doğru yazılıb. Ona görə bu uyğunsuzluqdur. Ona görə 2-ni götürməyəcək. Dəyərli müəllimlərimiz, imtahanda vaxt qazanmağın yolları 2 ilə hansı variantlar var? Onları çıxın və salam. Bir də biri tapdığınız üçün imtahanda avtomatik C variantını çıxmalısınız. Nəyə görə? Çünki sizin cavabınız 1 ilə başlamalıdır. Baxın, dəyərli müəllim, görün nə qədər vaxtımız qaldı. C-ni də çıxdım, avtomatik variantı götürəcəm Y. Amma indi biz öyrəndiyimiz üçün təbii ki, digər variantlara da baxacağıq. Amma imtahanda belə sürətli şəkildə variantı tapa bilərsiniz. Daha sonra 3-cü bəndə baxırıq. Ziqzaq şagirdlərin mövzunun hissələr üzrə dərindən mənimsənilməsini, bir-birindən öyrənməsini və hər bir şagirdə həm fərdi məsuliyyətin, həm də əməkdaşlıq bacarığını inkişaf etməsinə şərait yaradan bir üsuldur. Yəni, yeri həcmi məlumatı qısa müddətdə öyrədirik, mövzunu hissələrə bölürük, şagirdlərdə əməkdaşlıq olur, qrup şəklində keçirilir və s. Bu doğrudur, qabağına da doğru yazılıb, uyğunluq gözlənilib, ona görə 3-də götürürsünüz. 4-ə baxırıq. SWOT analizi şagirdlərin əvvəlki biliklərin qiymətləndirilməsinə, öyrənmə zamanı üzləşdikləri çətinlikləri və çətinlikləri, imkanları, riskli tərəflərini, potensiallarını müəyyənləşdirmək. Bu onsuz da doğrudur da, bunu SWOT izah edəndə hər hərfin mənasını demişdik. Zəif tərəfləri, təhlükələri nələrdir və s. Bu doğrudur, ilə SWOT-un tərcüməsini bizim dərsdə elədiyimizi yazıblar. Qabağına da yanlış yazıb, uyğunluq pozulmuşdur burada. Ona görə 4-də götürmürsünüz. Düzgün cavabımız oldu, dəyərli müəllimlərimiz 1-3. Hansı variantdadır? Y variantında. Baxırıq 4-cü suala. Müəllim şagirdlərə bir bölgənin iqlim xüsusiyyətləri ilə həmin ərazidə yaşayan, baxın dəyərli müəllimlər, burada inteqrasiyanı soruşurlar, çox diqqətli olaq. Bir bölgənin iqlim xüsusiyyətləri və həmin ərazidə yaşayan canlılardan, iqlimdən söhbət gedir, coğrafiyadan, canlılardan, biologiyadan söhbət gedir, amma yeni davam eləyək görək başqa hansı fənlər var burada. Şagirdlərdən temperatur, yağıntı, relyef, yenə coğrafiyadan davam eləyir.
şəraitində bitki və heyvanların yayılmasına necə təsir etdiyini izah etmələrini və bu əlaqəni sinifdə şifahi şəkildə təqdim etmələri. Bitkilərdən, relyefdən, yağıntılardan, yenə coğrafiyanın, biologiyadan söhbət gedir. Yenə variantlara baxmırıq dəyərli müəllimlərimiz. Çünki bizdən inteqrasiyasında soruşurlar, biliyində soruşurlar. Baxın, dəyərli müəllimlərimiz. Burada deyir ki, təsir etdiyini izah eləyin, əlaqəni tapın. İzah eləmək, əlaqəni tapmaq taksonomin hansı mərhələsinə aiddir? İzah eləyin. İzah eləyirəmsə, anlamaqdır. Biliyin növü nədir? İzah eləyirəmsə, başa düşməliyəm, anlamalıyam, dərk eləməliyəm. O da hansı biliyin növündə idi? Bəli, konseptual bilikdir. Deməli, inteqrasiya növü nə oldu? Coğrafiyanın biologiya. 2 fərqli fəndən söhbət gedirsə, bu hansı inteqrasiyadır? Bəli, dəyərli müəllimlər, fənlər arası konseptual anlamaq. İndi gəlin variantlara baxaq. Fənlər arası konseptual anlamaq, elə B variantındadır. Bizim cavabımız oldu B variantı. Ümid edirəm ki, bu sualın şərtini təhlil edəndə sual bizə çox rahat olmuş olacaq. Davam edirik 5-ci sualla. Deyir, aşağıdakı situasiyalardan hansında müəllimin təlimin təşkili zamanı metodik baxımından yanlışa yol verir? Hansı səhvdir? Yəni, müəllim belə bir şey eləməməlidir. Yanlışdır, səhvdir. Gəlin, baxaq görək hansı fikir səhvdir burada. Gəlin, baxaq A variantına. Deyir, müəllim problem əsaslı təlim modelindən istifadə edərək şagirdlərə real həyatla əlaqəli situasiyalar təqdim edir, onları fərqli həll yolları üzərində düşünməyə yönəldir və nəticələrin əsaslandırılmasını tələb edir. Biz ümumiyyətlə problem əsaslı təlim modelində də demişdik ki, real həyatdan götürülmüş problemlər həll olunmalıdır. Real həyatla əlaqəlidir. Burada səhv nəsə varmı dəyərli müəllimlərimiz? Yoxdur. Hər şey qaydasındadır. Bu doğrudur. Bizə nə lazımdır? Bizə səhv cavab lazımdır. Burada səhv yoxdur. Ona görə A düzdür, götürmürük. B-yə baxırıq. Müəllim idrak taksonomiyasına uyğun olaraq əvvəlki bilik və anlama səviyyəli tapşırıqlar verir. Əvvəldir bilik və anlama səviyyəsində tapşırıqlar verir, daha sonra tətbiq və təhlil mərhələsinə uyğun tapşırıqlar verir. Və bu şəkildə də mərhələli şəkildə inkişaf elətdirir. Düz deyir də, yəni əvvəl anlamaq, tətbiq, təhlil və belə-belə davam eləyir. Burada hər şey qaydasındadır, doğru deyir. Müəllim metakognitiv bacarıqların formalaşdırılması məqsədi ilə dərsin sonunda şagirdlərin hansı strategiyalardan istifadə etdiklərini, nəyin çətin olduğunu, növbəti dəfə necə daha effektiv öyrənə biləcəklərini refleks etmələrini istəyir. Yəni, uşaqlar refleks eləyində özünüz görün nə öyrəndiniz bugünkü dərsdən. Bu doğrudur da, hər şey qaydasında. Müəllim bir növ şagirdin metakognitiv bacarıqların formalaşdırılmasını istiqamətləndirir uşaqları. Bu da doğrudur. Bizə hələ ki səhv cavab tapmadıq. Hamısı müsbət, gözəl, qəşəng fikirlərdir. D variantına baxaq. Müəllim dərin bilik səviyyələri nəzəriyyəsinə əsaslanaraq tapşırıqları dərin bilik səviyyəsini 1-dən dərin bilik səviyyəsi 3-ə doğru qaldırmağı planlaşdırır və şagirdlərdən cavabların əsaslandırmalarını tələb edir. Əsaslandırmaq elə 3-cü səviyyədəyikdə düz deyir. Burada səhv heç nə yoxdur. Bu da doğrudur. Xatırlama idi, bacarıq anlayışı idi, 3 strateji düşünməkdir, əsaslandırmaq, qiymətləndirmək və s. o 3-cü səviyyədə idi. Burada deyir ki, əsaslandırmağı tələb edir, 3-cü səviyyəyə qaldırır. Burada da hər şey qaydasındadır, doğru deyil, yəni səhv deyil. Müəllim dərsdə əməkdaşlıq və müzakirə strategiyalarından istifadə edir. Nə gözəl, bura qədər çox gözəldir. Dərs boyu müzakirənin gedişini istiqamətləndirir və şagirdlərin irəli sürdüyü fikirləri dərs boyu istiqamətləndirir. Və deyir, şagirdlərin irəli sürdüyü fikirləri əvvəlcədən müəyyən etdiyi nəticə ilə uyğunlaşdırmağa çalışır. Yəni ki, şagirdlər hər hansı bir fikir irəli sürür, müəllim əvvəlcədən müəyyən etdiyi nəticəni uyğunlaşdırmağa çalışır. Yəni, şagirdin dediyindən bu nəticə mütləq uyğunlaşmalıdır deyir. Yəni, müəllim bunu əvvəlcədən proqnozlaşdıra bilməz axı belə bir şey. Yəni ki, şagirdlərin fikirlərini nəticəyə uyğunlaşdırmağa çalışır ki, mütləq uyğun olmalıdır deyir. Yəni, şagirdlər müəyyən mülahizələr irəli sürür. Təbii ki, bu yanlışdır. Deməli, çünki hər şagirdin müxtəlif fikri ola bilər, şagirdlərin fikirləri fərqli ola bilər də. Mütləq mən onu uyğunlaşdırım. Yəni, bu səhv uyğun deyil. Baxın, müəllim bundan deyir, onları uyğunlaşdırmağa çalışır şagirdlərin müzakirə zamanı. Çünki müzakirədə hər kəs öz fikrini, öz şəxsi mövqeyini deyir də. Burada müəyyən fərqli fikirlər var da. Hamı, yəni, eyni nəticə uyğunlaşmaya da bilər. Ona görə Y variantı yanlışdır. Düzgün cavabımız oldu. Bizdən səhvi soruşurdular. Səhv də Y variantıdır. Daha sonra davam edirik 6-cı sualla. Məktəbdə keçiriləcək Təbiəti Qoruyaq adlı təqdimat layihəsində siz komanda rəhbərsiniz.
Komanda yoldaşınız təqdimatda daha çox emosional çağırışlara, deməli bunu qeyd eləyək, emosional çağırışlara və musiqi effektlərinə yer verilməsini təklif edir. Siz isə təqdimatın faktlara, real nümunələrə əsaslanmasının daha inandırıcı olacağını düşünürsünüz. Belə bir vəziyyətdə əməkdaşlıq və effektiv ünsiyyət bacarığının ən yüksək səviyyədə nümayiş etdirən davranış hansı olur? Deməli, mən komandanın rəhbəriyəm və komanda yoldaşlarımdan biri deyir ki, təqdimat zamanı daha çox emosional çağırışlar, musiqi effektinə yer verilməsi təklif edir ki, mən belə bir təklif edirəm. Mən isə istəyirəm ki, faktlar, real nümunələr olsun ki, bu əsaslandırma daha inandırıcı olsun. Təbii ki, mən deyən düzdür, desəm, onda nə oldu? Mən necə komanda rəhbəri ola bildim ki? Yəni, elə bir addım atmalıyam ki, bu məndə həm əməkdaşlıq, həm ünsiyyət bacarığının yüksək olduğunu göstərsin. Gəlin görək, hansı variant bu? Onun təklifini rədd edərəm. Bu təbii ki, səhvdir. Mən necə komanda rəhbəriyəm ki, deməli məndə heç əməkdaşlıq bacarığı yoxdur ki, mən onun təklifini rədd edirəm. Avtomatik A variantını sildik. Və cümlənin sonunu da oxuya da bilərik və təqdimatı öz fikirlərimə uyğun hazırlayaram. Öz təqdimatıma, öz fikirlərimə uyğun hazırlayıram. Bəs biz niyə elə komanda şəklində, qrup şəklində əyləşmişik ki? Ona görə A variantı yanlışdır. B variantına baxaq. Müzakirə apararaq hər iki yanaşmanın birləşdirmə, bəli, hər ikisini birləşdirirəm. Mən deyən düzdür, sən deyən düzdür olmur. Müzakirə apararaq hər iki yanaşmanı birləşdirməyə çalışaram. Fərqli üslublardan istifadəni təklif edərdim. Bəli, bu doğrudur. Bayaqki Y variantında nəyisə uyğunlaşdırmağa çalışmıram da. İkisini birləşdirməyə çalışıram. Fərqli üslublardan istifadəni təklif edirəm ki, yəni A variantı, B variantı və s. Yəni fərqli fikirləri qəbul edirəm. Bu doğrudur, hər şey qaydasındadır. Yəni B-ni götürə bilərik. Digər variantları da təhlil eləyək. Əgər aramızda digər variantları götürən müdaxilələrimiz varsa, baxaq görək niyə səhvdir onlar. Onun fikri mənimkindən zəif olduğu üçün komandanın digər üzvlərini onun təklifinə qarşı çıxmağı təşviq edirəm. Uşaqlar, tez olun, onun təklifinə qarşı çıxın, təşviq edirəm də hamını. Siz deyin ki, filan kəs səhvdir, filan kəs səhvdir. Onda qarşı durma yaranır. Əksinə biz qrupda birgə işləməliyik, bir ortaq məqsəd üçün çalışmalıyıq. Bu C variantı bir növ aranı qızışdırmaqdır. C variantı yanlışdır. Onunla razılaşır və təqdimatı onun dediyi kimi hazırlayaram. Onun dediyi kimi hazırlanmaq da düz deyil. Axı biz komanda şəklində işləyirik, bir yerdə işləyirik. Ona görə fikirləri belə birləşdirmək, sintez eləmək lazımdır. Ona görə deyəndə çıxırıq. Məsələni müəllimə çatdıraram ki, düzgün yolu o seçsin. Müəllim seçirsə də mən niyə komanda rəhbəri olmuşam ki? Müəllim əgər idarə edir, deməli məndə əməkdaşlıq və ünsiyyət bacarıq yoxdur ki. Ona görə düzgün cavabımız oldu B variantı. Davam edirik dəyərli müəllimlərimiz 7-ci sualla. Gəlin sualları bir yerdə oxuyaq. Xahiş edirəm, məndən bir yerdə sualı oxuyun və bir yerdə də variantları tapaq. Müəllim şagirdləri qruplara bölüb. Onlara real, deməli, gəlin işarə eləyək, deməli uşaqları qruplara bölmüşəm. Real həyatdan götürülmüş bir problem təqdim edirəm. O, hər qrupdan problemi fərqli baxış bucaqlarından həll etməyi, deməli, hər qrup fərqli baxış bucaqlarından həll etməyi, daha doğrusu təhlil etməyi, mümkün həll yolları irəli sürməyi və seçdikləri həllin üstünlüklərini əsaslandırmağı istəyir. Deməli, təhlil eləyin, üstünlükləri əsaslandırın deyir. Nə gözəl. Müəllim müzakirə zamanı şagirdlərə istiqamətləndirici suallar verir. Müxtəlif bacarıq səviyyəsində olan şagirdləri prosesə cəlb olunmasına diqqət yetirir. Situasiyaya əsasən aşağıdakı hansı fikirləri doğru hesab etmək olar? Deməli, sual işarətini oxuduq və başa düşdük. İndi hansı fikirləri doğru hesab etmək olar? Gəlin variantlara baxaq. Bu dərs zamanı şagirdlərdə əsasən tənqidi və analitik təfəkkür formalaşır. Dəyərli müəllimlərimiz, sualda tənqidi təfəkkür var. Əlbəttə ki, var. Çünki şərtdə yazıblar. Seçdikləri həllin üstünlüklərini əsaslandırmağı, daha sonra təhlil etməyi, təhlil analiz etməkdir, təhlil eləyirlər, analiz eləyirlərdir, tənqidi və analitik təfəkkür formalaşır. Burada səhv nəsə varmı? Təbii ki, yoxdur. Biri götürür, biri deyə bilərik. 2-yə baxırıq. Müəllimin davranışı fasilitasiya bacarığının mövcudluğunu göstərir. Fasilitasiya, fasilitatorluq nə idi? İstiqamətləndirmək, yol göstərmək. Şərtli istiqamətləndirmək var, dəyərli müəllimlərimiz. Əlbəttə ki, var. Harada yazılıb? Sonuncu cümlələrdə. Müəllim şagird müzakirə zamanı şagird istiqamətləndirici, yol göstərir, istiqamət verir. Deməli, burada fasilitasiya bacarığı da var, ikini də götürə bilirik.
Daha sonra 3-ə baxırıq. Müxtəlif bacarıq səviyyəsində olan şagirdlər prosesə cəlb edilməsi dərsdə inklüzivliyin tətbiq olunduğunu göstərir. Müəllim fərqli uşaqları prosesə cəlb elədimi? Bəli, elədi. Baxın, müxtəlif bacarıq səviyyəsində olan şagirdlərin də prosesə cəlb olunmasına diqqət yetir. Yəni kimsə qıraqda qalmır da, hamını cəlb edirəm dərs prosesə. Bəli, inklüzivliyi də, fərqliliyi nəzərə alan bir müəllim. Görün nə gözəl. Elə sualın şərtini qəşəng oxuyanda variantlarda avtomatik tapmaq olur. 1, 2, 3, görək 1, 2, 3 elə B variantıdır. İmtahanda da 1, 2, 3-ü tapsaz, digər variantı oxumaya da bilərsiniz. Amma gəlin biz oxuyaq. Müəllim layihə əsaslı təlim modelindən istifadə edir. Layihə əsaslı təlim modelindən istifadə olunduğu qeyd olunmuş şərtdə yazılıb ki, müəllim şagirdləri qruplara bölüb problem təqdim edir ki, durun problemi həll eləyin. Layihə əsaslı təlim modeli yox, bu problem əsaslıdır, ona görə 4-ə götürmürük. Problemin real həyatla əlaqələndirilməsi və həll yollarının mərhələ şəkildə işlənməsi dizayn düşüncəsi yanaşmasının tətbiq olunduğunu deməyə əsas verir. Dizayn düşüncəsinə uyğun olaraq birinci empatiya qururduq, sonra problemi müəyyənləşdirirdik. Daha doğrusu ideyalar tapırdıq, sonra test prototipini hazırlayırdıq, sonra test eləyirdik. Sual şəklində dəyərli müəllimlərimiz elə bir şey yazılıbmı? Burada yazılmıyor. Uşaqlar hər hansı bir problemi təqdim olunur və fikirləri əsaslandırmalıdırlar. Ona görə 5-ci bəndə götür. Çünki sualın şərtində elə bir şey yoxdur ki, niyə biz onu götürək? Problem. Məsələn, mən burada şərtdə görürəm ki, problem var, real həyat sözü var, gedim onu götürüm. Yox, çünki burada dizayn düşüncəsindən söhbət getmədi sualın şərtində. Ona görə belə bir şey götürə bilmərik. 1, 2, 3. 1, 2, 3 də B variantıdır. Düzgün cavabımız oldu B variantı. Baxırıq dəyərli müəllimlərimiz 8-ci sual. Gəlin bir yerdə təhlil edək. Görək nə soruşurlar bizdən. Müəllim şagirdlərə layihə tapşırığı verir və onlardan layihə prosesində məqsədi müəyyənləşdirmə. Deməli, bunları işarə eləyək, görək nə soruşurlar. Məqsədi müəyyənləşdirmə, planlama, fəaliyyətin izlənilməsi, zəruri düzəlişlərin aparılması və nəticələrin qiymətləndirilməsi mərhələlərinə əməl etmələrini tapşırır. Deməli, bu gözləntiləri qoymaqla müəllim əsas pedaqoji məqsədi nədir? Şərtdə hamısını veriblərdir. Məqsədi müəyyənləşdirməlidir, planlaşdırmalıdırlar, fəaliyyəti izləməlidir, zəruri düzəlişlər eləməlidir və nəticəni qiymətləndirməlidir. İndi deyək ki, əsas pedaqoji məqsəd nədir? Gəlin variantlara baxaq. Şagirdlərin öyrənmə fəaliyyətlərində planlama düzdür. Monitoring, yəni yoxlamaq, refleksiya mərhələləri üzrə şuurlu şəkildə idarə etməsini təmin etməklə özünü tənzimləmə bacarıqlarını formalaşdırmaq. Özünü tənzimləmə, metakognitiv bacarıqlarda deyilir, məqsədi müəyyənləşdirmə, məqsədə uyğun olaraq plan hazırlayırıq, lazım olarsa müəyyən düzəlişlər eləyirik, özümüz öz işimizi qiymətləndiririk. Deyir, burada uşaqlar özlərini tənzimləyirlər, özlərini tənzimə bacarıqları formalaşır. Burada səhv nəsə varmı? Yoxdur. Uşaqlar məqsədi tapırlar, plan hazırlayırlar, lazım olsa düzəlişlər eləyirlər, nəticəni qiymətləndirirlər və s. Bu doğrudur. Bizdən də doğru cavabı soruşduqlar üçün A-na götürə bilərik. Gəlin digər variantlara da baxaq. Deyir, şagirdlərin layihə fəaliyyətində qarşılıqlı asıllıq və paylaşılmış məsuliyyət prinsipləri əsasında təşkil edərək əməkdaşlıq mahiyyətini möhkəmləndirmə. Sual şərtdə elə bir şey yoxdur, dəyərli müəllimlərimiz. Niyə götürək ki? B variantı özü-özlüyündə müsbət fikir ola bilər. D variantı, C variantı hər biri özü-özlüyündə müsbət fikirlər ola bilər. Amma bizə əsas məqsəd nədir deyir? Niyə müəllim belə bir şey verib? Çünki uşaqlar istəyirəm ki, özlərini tənzimlənməsinlər, özlərinin tənzimə bacarıqları formalaşsın uşaqlarda. Ona görə B-ni götürmürük. Gəlin digər variantlara da baxaq. Şagirdlərin əvvəlki bilik və təcrübələri layihə prosesi zamanı yeni situasiyaları tətbiq etməsinə imkan yaratmaq. Sualın şərtində elə bir şey yoxdur. Sualın şərtində cavabından, baxın, A variantı ilə sualın şərtinin içindən götürürlər. D variantına baxaq. Şagirdlər icra prosesində qarşılaşdıqları çətinliklərə uyğun olaraq strategiyanın dəyişməsini təşviq etmək, adaptasiya, qərar vermək. Sualın şərtində elə bir şey yazılmayıb. Adaptasiya, qərar vermə bacarıqlarının inkişafı elə bir şey yoxdur. Şagirdlərin fəaliyyət nəticələrini əvvəlcədən müəyyən olunmuş meyarlarla müqayisə edərək əsaslandırılmış özünü qiymətləndirmə aparmaq bacarığını sistemli şəkildə formalaşdırmaq. Şagirdlərin fəaliyyət nəticə əvvəlcədən müəyyən olunmuş meyarlarla müqayisə edərək əsaslandırılmış özünü qiymətləndirmə aparma bacarığını sistemli şəkildə formalaşdırmaqdır. Buradan bir dənə nəticəni qiymətləndirmə sözünü üst-üstə düşür. A, Y variantı düzdür deyib götürmür. Çünki sualın əvvəli bu şərtdə yoxdur. Yoxsa mən niyə götürürəm mən bunu? Deməli, düzgün cavabımız oldu A variantı.
Baxın, dəyərli müəlliməm, sualın şərtini dəqiq oxuyanda, dəqiq təhlil eləyəndə, altına xətt qoya-qoya belə oxuyanda çox rahat şəkildə variantı variant deyir ki, düzgün cavab mənəm. Çünki rahat şəkildə tapmaq olur. Ona görə həmişə dəyərli müəllimlər hər videoda qeyd edirəm ki, sualları məndən bir yerdə oxuyun ki, düzgün cavabı da bir yerdə tapaq. Davam edirəm 9-cu sualla. Mövzu üzrə qrup fəaliyyəti aparılarkən, deməli, bu uşaqlar qrup şəklində fəaliyyət göstərir. Qrup fəaliyyəti aparılarkən dərsə gecikmiş bir şagird sinifə daxil olur. Deməli, bir şagird gecikir. Müəllim həmin şagirdi ayrıca istiqamətləndirir. Ona fərqli tapşırıq təqdim edir və fəaliyyətin sonunda fərdi nəticəsini siniflə paylaşmasına şərait yaradır. Baxın, dəyərli müəllimlər, bütün sinif qrup şəklində işləyir, amma şagird fərdi şəkildə işləyir. Müəllim bütün şagirdlərə eyni təlim şəraiti yaratdımı sizcə? Xeyr, eyni yaratmır. Çünki hamı qrupla işləyir, mən gecikdiyim üçün mən fərdi işləyirəm. Mənə müəllim, yəni hamının eyni şəraiti yaratmadı. Bu vəziyyətdə müəllimin davranışı təlim mühitinə necə təsir göstərir? İndi gəlin o variantı axtaraq. Müəllimin yanaşması sinifdə inklüziv təlim mühitinin formalaşmasına xidmət edir. Əslində qalanda mən yaxşı bir iş görməmişəm ki, hələ inklüziv təlimin formalaşmasına xidmət edir. Mən əslində eyni təlim şəraiti yaratmamışam bütün uşaqlara. Hamı qrupla işləyib, bir dənə uşaq gecikdiyi üçün ona fərdi tapşırıq vermişəm. Ona görə bunu götürmürəm. Yəni müsbət fikirlər çıxacaqsınız variantlardan. Müəllim davranışı şagirdlər arasında əməkdaşlıq bacarığının inkişafını gücləndirir. Hardan əməkdaşlığı gücləndirir ki, uşaq fərdi işləyir. Fərdi işində hardan əməkdaşlıq güclənəcək ki? Ona görə bunu da çıxıram. Müəllimin seçdiyi yol şagirdin təlim fəaliyyətinə inteqrasiyasını qismən məhdudlaşdıracaq. Bəli, çünki hamı qrupla işləyir, bu uşaq fərdi şəkildə işləyir və qismən yəni fəaliyyəti məhdudlaşmış olur. Bəli, bu düzdür. Yəni qismən uşağın fəaliyyəti məhdudlaşmış olur, çünki fərdi işləyir. Hamı eyni şərait yaradılmadı, o uşaq tək işləyir. Ona görə yəni necə təsir göstərəcək deyir, yəni fəaliyyətini məhdudlaşdırır, bu düzdür, yəni şərtə uyğundur. Digər variantlara baxaq. Müəllim sinifdə davranışların idarə olunması üçün çevik strategiya tətbiq edir. Şərtdə bizə yazırlar ki, bu necə təsir göstərir? Deyəndə yazıb ki, müəllim sinifdə davranışların idarə olunması üçün çevik strategiya tətbiq edir. Təbii ki, bu da deyil. Yəni Y variantına baxaq. Yəni bizə deyir, bunu eləsə hansı təsir olur? Necə təsir eləyəcək şagirdlərin mühiti? Onu soruşur. Müəllimin yanaşması bütün şagirdlər üçün eyni təlim imkanları yaradıldığını göstərir. Yaradıldığı yox, yaradılmadığı olmalıdır. Çünki hamı eyni təlim imkanı yaradıldı mı, yaradılmadı. O uşağa fərdi tapşırıq verdi, fərqli bir şey yaratdıq. Ona görə hər kəsə eyni təlim şəraiti. Hamı qrupla işləyirsə, mən də qrupla işləməliydim. Nə olsun, mən gecikmişəm. Ona görə bunu da çıxırıq. Eyni təlim imkanı yaradıldığını göstərir. Bu da müsbət fikir. Yəni müsbət fikirlər hamısını çıxmalısınız. Bir dənə necə təsir göstərəcək? C variantı. Şagirdin fəaliyyətini qismən məhdudlaşdırılmış olacaq. Bəli, hamı çünki qrupla işləyir, həmin şagirdə müəllim fərdi verir. Ona görə düzgün cavabımız oldu C variantı. Davam edirik 10-cu sualına. Uyğunluğu tapın deyir. Yəni uyğunluğu bir yerə tapaq. Müəllim dərsdə real həyat vəziyyətinə uyğun rolları bölüşdürür. Şagirdlərdən situasiyanı canlandırmalarını istəyir. Hər hansı bir real vəziyyətə uyğunlaşırsa, özümüzü kiminsə yerinə qoymağa bacarırıqsa, onun hisslərini başa düşürüksə, burada empatiya var. Qərar vermə və uyğun davranışlar seçmə bacarığını formalaşdırır. Bəli, uyğunlaşmaq, situasiyaları canlandırmaq və s. Bu doğrudur. Qarşısına da yəni fikirlər üst-üstə düşür. Səhv bir şey görmədik ki, biz burada. Biri götürə bilərik. Hələ ki, biri götürək. Daha sonra digər variantlara baxaq. Müəllim mövzu ilə bağlı açıq sual verir və şagirdlərdən fikirlərini əsaslandırmalarını istəyir. Bayaqki sualın sinonimi, bayaq da bir sual oxumuşduq. Deyir, əsaslandıranda şagirdlər tənqid düşünmə, arqumentlərdən istifadə bacarığı inkişaf edir. Düz deyir, səhv deyir, dəyərli müəllimlərimiz. Əlbəttə ki, düzdür. Əsaslandırıramsa tənqid düşünmə bacarığı işə düşür, tənqid etmək ki, doğruya doğru yazılıb. Fikirlər yəni üst-üstə düşür. İkini də götürə bilərsiniz. Birlə ikini götürürük. 3-ə baxırıq. Müəllim şagirdlərə mövzu üzrə qısa müddətli layihə tapşırır. Nəticəni təqdim etməyi tapşırır. Deməli, müəllim şagirdlərinə verir, mövzu üzrə qısa müddətli layihə tapşırır və nəticəni təqdim etməyi tapşırır. Daha sonra qarşısında nə yazılıb? Akademik yazı, tədqiqat və strateji planlaşdırma bacarığını formalaşdırır. Yəni, akademik yazı harada oldu sualın şərtində, tədqiqat və strateji planlaşdırma bacarığını formalaşdırır. Yəni, sualın şərtində elə bir şey yox idi axı. Ona görə bunlar üst-üstə düşmədi ki, 3-ü götürmürəm. Yəni, burada yazılan fikirlərlə burada yazılanlar uyğun olmalıdır. Bu, bundan uyğun deyil. Müəllim şagirdlərə qısa bir layihə tapşırır. Burada deyir ki, akademik yazı bacarığını inkişaf etdirir, strateji planlaşdırma bacarığını inkişaf etdirir. Bu səhv 3-ü götürmürük.
Müəllim mövzu ilə bağlı tapşırıqları qruplar arasında bölüşdürür və hər qrupdan ortaq nəticə formalaşdırmağı tələb edir, qrup şəklində iş verib. Amma qarşıda yazıb ki, fərdi templə işləmə, şəxsi qərar vermə. Şərtdə yazıb qrupdur. Burada fərdi templə işləmə üst-üstə düşmür axı fikirlər bir-biri ilə. Ona görə 4-ü götürmürəm. Hələ ki biz nəyi götürmüşdük? 1-dən 2-ni götürmüşdük. Daha sonra 5-ə də baxaq. Müəllim dərslər şagirdlərə fərdi tapşırıq verir və hər kəsin öz tempində işləməsinə şərait yaradır. Deməli, bunlar fərdi işləyirlər. Öz templərində işləyirlər. Qarşısında nə yazıb? Özünü idarə etməyə, fərdi məsuliyyət. Bəli, fərdi deyirlər. Yəni, üst-üstə düşürmü fikirlər? Əlbəttə düşür. Ona görə nəyi götürə bilərsiniz? Bir də 5-i götürə bilərsiniz. 1, 2, 5. Düzgün cavabımız oldu. 1, 2, 5 A variantı. Davam edirik dəyərli müəllimlərimiz 11-ci sualına. Hansı fikir doğrudur? Doğru fikir axtarmalıyıq. Gəlin bir yerdə oxuyaq görək dəyərli müəllimlər. Hansı fikir düzdür, hansı səhvdir? Bəndə oxuyacağım, sizdən soruşacağım ki, düzdür yoxsa səhvdir? Metakognitiv bacarıq o zaman tam formalaşmış sayılır ki, şagird tapşırığı düzgün nəticə ilə tamamlaya bilsin. Yəni, tapşırığı düz yazırsa, nəticə düz çatırsa, deməli, şagirddə metakognitiv bacarıq vardır, tam formalaşmış sayılır. Metakognitiv bacarığın nə olduğunu biz bilirik də. Yəni, tapşırığı düzgün yerinə yetirirsə, bu deməkdir ki, uşaqda metakognitiv bacarıq var. Təbii ki, bu doğru fikir deyil. Bunu sildik. Uşaq özünü tənzimləyə bilirsə, özünü idarə edə bilirsə, özünü qiymətləndirə bilirsə və s. və s. Yəni, bir sözlə özünü idarə etməyi, öz zəif güclü tərəflərini və s. bilirsə uşaqda metakognitiv bacarıq var. Tapşırıq düz yerinə yetirilsin, niyə metakognitiv olduğunu deyə bilərik ki. Ona görə A-nı silirik. B-yə baxaq. Dərin bilik səviyyəsi müəllimin mövzu üzrə mümkün qədər çox mürəkkəb və çox mərhələli tapşırıq təqdim etməsi ilə müəyyən olunur. Demişdik ki, dəyərli müəllimlər, dərin bilik səviyyəsində mürəkkəb, vaxt çox sərf eləyir və s. Bu demək deyil, uşaq dərin bilik səviyyəsindən istifadə edir, yox. Dərin bilik səviyyəsi demişdik ki, yəni hər hansı bir sualda uşaq sualı xatırlayır, bacarıq və anlayış səviyyəsindən sonra əsaslandırır, yəni strateji düşünür, sonra genişləndirilmiş şəkildə düşünür. Yəni nə qədər iri tapşırıq olarsa bu demək deyil, uşaq dərindən düşünəcək. Ona görə beyin də çıxırıq. Quizzes və Kahoot oyunlaşdırılmış mexanizmlər vasitəsilə real vaxt rejimində formativ qiymətləndirmə aparmağa və şagirdlərin fəallığını artırmağa imkan verən rəqəmsal platformadır. Bəli. Biz birbaşa niyə D variantını oxuduq? C yaddan çıxdı, yox, bir də qaydacağıq, onda C-yə qaydarıq. Deyir, Quizzes və Kahoot oyunlaşdırma, bəli, bunun hər ikisini yazmışdım ki, oyunlaşdırma mexanizmdir, hər ikisi rəqəmsal platformada, hər ikisi formativdə istifadə olunur və s. Burada hər şey qaydasındadır, müsbət fikirlərdə ona görə D-ni götürəcəksiniz. C variantına qaydaq, bir də C yaddan çıxdı. Dizayn düşüncəsinin sinifdə effektiv tətbiqi müəllimin optimal hesab etdiyi həll modelini müəyyənləşdirərək prosesi strukturlaşdırması və şagirdlərin mərhələli şəkildə həmin nəticə yönəltməsi ilə təmin olunur. Elə bir dizayn düşüncəsində şagirdlər qalıb pasiv mövqedə, müəllimin hesab etdiyi, müəllimin ən gözəl hesab etdiyi həll modelini müəyyənləşdirir, prosesi strukturlaşdırır və şagirdlər mərhələli şəkildə həmin nəticə yönəldirəm. Mən deyirəm ki, bu model ən optimaldır, ən yaxşıdır, siz də mərhələli şəkildə gedin buna çatın. Yəni, dizayn düşüncəsində deyirdik ki, şagirdlər aktivdir, şagirdlər biliyi formalaşdıran şagirdlərdir. Dizayn düşüncəsində ümumiyyətlə şagird öndə olur, şagird aktiv olur, pasiv olmur, ona görə C variantından çıxırıq. Belə birbaşa düzgün cavab oxumuşduq ki, biz D variantı düz idi. Y variantına baxaq. Diferensial və inklüziv təhsilin ortaq cəhəti hər iki yanaşmada əsas məqsəd şagirdlər arasında fərqləri minimuma endirmək və təlim nəticələrini mümkün qədər vahid səviyyəyə çatdırmaq. Yəni, nəticə, vahid səviyyə necə çatdıra bilər? Əgər şagirdlər vahid nə deməkdir? Yəni eyni səviyyə deməkdir də. Əgər şagirdlərin səviyyələri fərqlidirsə, inklüzivdə, diferensialdan danışırıqsa, biz onları qiymətləndirməndə fərqli qiymətləndirmə üsullarından istifadə edirdik, şagird müxtəlifini nəzərə alırsa, vahid səviyyə necə çatdıra bilərik? Ona görə bunu da çıxırıq. Düzgün cavabımız oldu, elə D variantı. Davam edirik 12-ci sualla. Dərs zamanı müəllim qrup işi təşkil edir. Müzakirə prosesində bəzi şagirdlər iştiraka təşəbbüs göstərir. Digərləri isə əsasən dinləyici mövqeyində qalır. Deməli, qrup şəklində iş görürlər, bəziləri təşəbbüs göstərirlər, iştirak edirlər, digəri isə dinləmə mövqeyində qalırlar. Müəllim müşahidə edir ki, tapşırıq icra olunsa da, bütün şagirdlər öyrənmə prosesinə eyni dərəcədə cəlb olunmur. Deməli, hamı eyni dərəcədə cəlb olunmur. Aşağıdakı yanaşmalardan hansının seçilməsi müəllimin bu vəziyyətin metodiki baxımından əsaslı şəkildə tənzimlənməsinə daha çox imkan verir. Baxaq görək hansı addım vəziyyətimizi düzəldəcək.
Deməli, bəzi uşaqlar iştiraki təşəbbüs göstərir, digərlər dinləyici mövqedə qalır. Müəllim müşahidə edir ki, tapşırıq icra olunsa da bütün şagirdlər öyrənmə prosesinə eyni dərəcədə cəlb olunmayıblar. Görək hansı ilə vəziyyəti düzəldə bilərik. Müəllim müzakirə zamanı söz bölgüsünü daha balanslı saxlamaq üçün aktiv şagirdlərin müdaxiləsini azaltmalı, pasiv şagirdlərin birbaşa müzakirəyə cəlb etməlidir. Yəni, kimisə fəaliyyətini məhdudlaşdırıb, kimisə önə sala bilməli, yaxud bu da səhvdir. Burada ayrı seçkilik oldu ki, bu səhvdir, bu vəziyyəti düzəltməyəcək. Müəllim qrup işindən sonra bütün şagirdlərdən fərdi şəkildə qısa yazılı refleksiya olaraq onları prosesi necə dərk etdiyini müəyyənləşdirməlidir. Qrup işi qurtardınız, indi fərdi şəkildə hamınız yazın görün nə işlə məşğul olmusunuz. Bizə lazımdır ki, hal-hazırda biz vəziyyəti düzəldək. B-ni də çıxırıq. Müəllim qrupların daxilində aydın rollar müəyyən edərək hər bir şagirdi tapşırıq çərçivəsində konkret məsuliyyət daşımasını təmin etməlidir. Bəli. Çünki şərtdə yazılmışdı axı qrup şəklində qrup işi təşkil edir. Müəllim müşahidə edir ki, tapşırıq icra olunsa da bütün şagirdlər öyrənmə prosesində eyni dərəcədə cəlb olunmurlar. Yəni qrupda hamı cəlb olunmalıdır. Hamının bir məsuliyyəti olmalı idi ki, uşaqlar da cəlb olunsun. Yəni C variantı addımı atsam vəziyyəti düzəldə bilərəm. Digər variantlara da baxaq. Müəllim tapşırıq icrası zamanı müzakirəni müəyyən fasilələrlə dayandıraraq qrupların işini yenidən istiqamətləndirməlidir və müzakirə suallarını dəqiqləşdirməlidir. Bu da səhvdir. Problem nədədir, dəyərli müəllimlərimiz? Problem hardadır? Cəlb olunmurlar, məsuliyyət daşımırlar ki, eyni dərəcədə cəlb olunmurlar da, məsuliyyətli olsaydılar cəlb olunardılar. Ona görə D-ni də çıxırıq. Müəllim növbəti mərhələdə tapşırığın təqdimat hissəsini elə qurmalıdır ki, hər bir şagird qrupun yekun nəticəsinin müəyyən hissəsinə görə cavabdehlik daşısın. Bu da yanlışdır. Deməli, bizə lazımdır hal-hazırda vəziyyəti düzəldək. Yenə qeyd edirəm, öncəki sualda da qeyd eləmişdim. Variant özü-özünə doğru variant ola bilər. O heç. Situasiyada bizə o önəmli deyil ki. Şərtdə yazılmış ki, düşün aşağıdan doğru variantı seçin. Situasiyanı oxumalıyıq, situasiyanı təhlil etməliyik, uyğun deyirsə uyğun olanı axtarmalıyıq, uyğunsuz deyirsə uyğunsuz olanı axtarmalıyıq və s. Ona görə dəyərli müəllimlərimiz bu variant düzdür deyib götürməli deyilik. Özü-özündə düz ola bilər, amma bizə sualın şərtinə uyğun düz lazımdır. Ona görə bu tipdə suallarda xüsusən diqqətli olmaq lazımdır. 12-də düzgün cavab oldu C variantı. Baxırıq 13-cü suala. Ümid edirəm ki, yorulmamısınız, diqqətlə qulaq asırıq bir yerdə. 13-cü sualda yazılır ki, uyğunsuzluğu tapın. Uyğunsuzluq nə idi? Doğrudan yanlış, yanlışdan bəli, doğrunu axtarmaq, yəni tərsi. Yəni fikirləri oxuyaq, dəyərli müəllimlər. Siz deyin ki, düzdür yoxsa səhvdir. Başlayaq birdən. Tapşırıqlar elə təşkil etmək lazımdır ki, şagirdlərin hər biri dərs prosesində öz imkanlarına uyğun şəkildə iştirak edə və məqsədə çatmaq üçün fərqli yollar seçə bilsinlər. Yəni, şagird müxtəlifliyi nəzərə almaq lazımdır, deyir birinci yazılan fikrin mənası budur. Bu düzdür yoxsa səhvdir, dəyərli müəllimlər? Əlbəttə ki, çox gözəl, müsbət fikir, doğrudur. Götürürsünüzmü? Xeyr, bəzi müəllimlərimiz deyir ki, götürür. Hardan götürür? O uyğunluq olanda götürürdü. Yəni, cavablarınızı eşidirəm. Uyğunsuzluq olduğu üçün biri götürmürsünüz. Çünki uyğunsuzluq deyir. Doğrudan səhv axtarmaq lazımdır. 2-yə baxırıq. Gündəlik planlaşdırmanın üstünlüklərindən biri müəllimə dərsin gedişini bütün təlim fəaliyyətdən əvvəlcədən müəyyənləşdirilmiş vaxt bölgüsünə uyğun şəkildə idarə etməyə imkan verir. Yəni, bir müəllim olaraq işimizi planlaşdırsaq, vaxt bölgümüzü düzgün şəkildə tənzimləmiş olaraq deyir. Burada səhv nəsə varmı? Dəyərli müəllimlərimiz, səhv heç yoxdur. Yəni, gündəlik planı olmalıdır. Planımızı düzgün şəkildə bölməliyik. Bu da doğrudur. Ona görə 2 də doğrudur. 2-ni götürmürsünüz. Görürsünüz, dəyərli müəllimlər, elə A variantı 1-2 yazılıb. İmtahanda sevinib tez variantı götürməyin. Çünki şərtdə nə yazılıb? Uyğunsuzluq yazılıb. İmtahanda bu uyğunsuzluq sözü qara ilə yazılmayacaq. Ona görə xüsusən diqqətli oxuyun. 1 ilə 2 düzdür. Avtomatik cavabımız 3 ilə 4 olacaq. Amma yenə də cavabları gəlin sonuna qədər oxuyaq. Deməli, illik planlama müəllimin tədris ili ərzində, yəni bir il ərzində mövzuları, alt standartları sistemli şəkildə əvvəlcədən təşkil edərək tədrisin səmərəliliyini təmin etməsi deməkdir. İllik planda standart var, mövzu var, bunları əvvəlcədən müəyyənləşdirmək deməkdir. Bəli, illik planımız artıq il başında bizdə hazır olmalıdır. Bu da doğrudur. Deməli, hamısı doğrudur əslində qalanında. Fərqli iş üsullarından istifadə şagirdlərin marağını artırır, öyrənmə üslublarına uyğunlaşmasını təmin edir, biliklərin daha dərindən mənimsəməsini şərait yaradır. Görün, nə gözəl fikirlərdir, dəyərli müəllimlər. Buna səhv demək günah olar. Bu da doğrudur, bütün fikirlər doğrudur. Deməli, uyğunsuzluq olduğu üçün 3-dən 4-ü götürəcəksiniz. Baxırıq 14-cü suala. Əməkdaşlıq bacarığı, analitik düşünmə bacarığı, qərar vermə bacarığı, bunları xüsusən əzbərləməyə ehtiyac yoxdur, dəyərli müəllimlərimiz. Şərti oxuyub belə cavablar tapacaq. Gəlin A-dan başlayaq oxumağa.
Deməli, 1 əməkdaşlıq, 2 analitik, 3 də qərar vermə. A-dan başlayaq oxumağa. Sinif üçün ayrılmış məhdud büdcə var. Bu büdcə ilə ya texniki avadanlıq alınmalıdır, ya da kitabxana fondu yenilənməlidir. Seçimi əsaslandır. Tutaq ki, mənə deyirlər ki, bu pul veririk, sənin məhduddur, yəni büdcəmiz də məhduddur. Ya avadanlıqları alınmalısan, ya da kitabxana fondunu yeniləməlisən. Mən deyirəm ki, mən kitabxana fondunu yeniləyirəm. İndi mən bu qərarı verdim. Deyirlər ki, seçimi əsaslandırır, niyə bunu elədin? Yəni, mən bir qərar verməliyəm, ya bunu eləməliyəm, ya onu verməliyəm. Şərtdə yazıblar da, bu qərar vermədi deməli. 3-ə götürəcəyi A-nı. Qərar verməliyəm, ya onu, ya bunu seçməliyəm. Sonra B-yə baxaq. Təlim zamanı şagirdlər qarşılıqlı ünsiyyət, rəy vermə yolu ilə mövzuya dair ortaq mövqe, ortaq bir yerdə işləmək, ünsiyyət, danışmaq, harda olur dəyərli müəllimlərimiz? Bəli, əməkdaşlıqda olur. Buna götürəcəyik B-yə. Verilmiş məlumat cədvəlinə əsasən göstəricilər arasındakı əlaqəni araşdırıb nəticə çıxar. Yəni, analiz eləyin, təhlil eləyindir. Araşdırın, nəticə çıxardır. Bu da analitik düşünmədir. Deməli, burada yazacağıq C-ni. B, C, A. Hardadır? Düzgün cavabımız B variantı ilə. Daha sonra baxırıq 15-ci suala. Müəllim gündəlik plan hazırlayır. Dərsin gedişində məlum olur ki, şagirdlərin daha doğrusu bir hissəsi gözlənilən təlim nəticəsinə çata bilmir. Tapşırıqlar onların idrak səviyyəsinə uyğun gəlmir. Bununla belə qiymətləndirmə zamanı əldə olunan nəticələr planlaşdırılmış məqsədlərlə üst-üstə düşmür. Əlbəttə ki, düşməyəcək. Çünki tapşırıqlar onların idrak səviyyələrinə uyğun gəlmir. Ona görə təlim nəticəsinə çata bilmirlər. Müəllim bu uyğunsuzluğu aradan qaldırmaq istəyir. Müəllimin hansı addımı atması problemin həllində effektiv olmaz. Yəni, problemi həll eləməzdir. Yəni, variantlara baxaq. Müəllim təlim nəticələrini yenidən nəzərdən keçirərək onların ölçülə bilən və şagirdlərin hazırki səviyyələrinə uyğunluğunu təmin etməlidir. Bəli, hal-hazırki səviyyələrinə uyğun deyil ki, uşaqlar nəticəyə çata bilmir. Bu doğrudur. Amma bizdə effektiv olmaz yazılır. A effektivdir, A-nı götürün. B variantına baxaq. Tapşırıqlar idrak taksonomiyasının və dərin bilik səviyyəsinə uyğun şəkildə yenidən planlaşdırılmalıdır. Bu effektiv olarmı? Əlbəttə ki, olar. Çünki biz şərtə baxın, dəyərli müəllimlərimiz. Şərtdə nə yazılmışdı? Tapşırıqlar onların idrak səviyyəsinə uyğun gəlmir. Deməli, çox çətindir, uyğun gəlmir. Ona görə deyir, idrak taksonomiyasına bir də dərin bilik səviyyəsinə uyğun yenidən təşkil olunsa effektiv olar deyir. Bizə olmaz lazımdır. Şərtdə yuxarıda yazaq, olmaz, effektiv olmaz deyir bizə. Bu olar. Buna çıxdıq. Anda çıxmışdıq. C variantına baxırıq. Qiymətləndirmə meyarlarını təlim nəticələri ilə uyğunlaşdıraraq formativ qiymətləndirməyə daha çox yer verilməlidir. Yəni, formativ qiymətləndirmə deməkdir. Əks əlaqə, gündəlik, problem varsa sual verirəm. Aha, problem var, yenidən sual vermək və s. Problemi aradan qaldırmaq lazım. Bu düzdür. Qiymətləndirmə meyarı nəticəyə uyğun hazırlanmalıdır. Bu da doğrudur. Bizə uyğun olmaz lazımdır. Dərsin gedişində çətinlik çəkən şagirdlərin sayını azaltmaq məqsədi ilə tapşırıqların ümumi mürəkkəblik səviyyəsinin azaldılması. Ümumi bütün tapşırıqlar, salmışam tapşırıqları xatırlamaq mərhələsini, idrak taksını xatırlamaq mərhələsi ki, ümumiyyətlə səhv eləyən olmasın. Təbii ki, bu yanlış yanaşmadır. İdraki mürəkkəblik müxtəlif səviyyələrdə olmalıdır. Ümumi mürəkkəblik səviyyəsini azaltmaq bu yanlış. Çünki sinifdə zəif oxuyan var, orta oxuyan var, güclü oxuyan uşaq var. Axı bütün şagirdləri nəzərə almaq lazımdır. Ona görə bu effektiv olmaz. D variantı effektiv deyil. Y variantına da baxaq. Dərsin planında istifadə olunan təlim strategiyaları şagirdlərin ehtiyaclarına uyğun şəkildə, onların ehtiyaclarına, onların səviyyələrinə uyğun şəkildə yenidən təşkil olunmalıdır. Bu da effektiv olar. Olmaz lazım idi, o da D variantındadır. Görürsünüz, dəyərli müəllimlər, necə gözəl maraqlı suallardır. Baxırıq 16-cı suala. Müəllim dərsə mövzu üzrə izahla başlayır. Mövzunun əsas anlayışlarını ardıcıl şəkildə izah edib, lövhədə nümunələr yazır. Sinifdə bəzi şagirdlər müəllimi dinləsələr də bir qismi öz aralarında pıçıldaşır. Bəzilər isə dərs ləvazimatdan hazırlamaqla məşğuldur. Deməli, bir növ diqqətlə qulaq asmırlar da, yəni necə deyim, motivasiyaları aşağı, diqqətli dərsdə deyil, cəlb olunmayıblar dərsdə. Çünki biri pıçıldayır, biri qeybət eləyir, biri nə bilim ləvazimat hazırlayır və s.
İndi deyir ki, və müəllim də məcbur qalır yenidən izah edir. Bu situasiyada yaranan çətinliyin əsas səbəbi hansı amillərlə əlaqəli? Yəni, nə oldu ki, belə bir amillər baş verir? Biri pıçıldayır, biri ləvazimat hazırlayır, hərə bir fikri bir yerdədir. Nə oldu deyir, belə bir şey baş verdi? Yəni, diqqətləri dərsdə deyildi ona görə. Digər variantlara baxaq. Müəllimin mövzunu izah edərkən çoxlu nəzəri anlayışlardan istifadə etməsi. Xeyr, müəllim nümunələr gətirib, lövhədə nümunələr yazıb, harda yazılıb ki, nəzəri anlayışlar deyir. Ona görə A-na çıxdıq. Yəni, bu A variantı bir növ şər atmaqdır. Çünki müəllim şərtdə yazılmır ki, kitabı açıb oradan mühazirə oxuyur. Elə olsaydı, A-nı götürə bilərdik. Müəllim dərsin əvvəlində qiymətlərin meyarlarını bildirməməsi, yəni əvvəldən qiymətlərin bildirməməsinə bağlı sualda heç bir şey yazılmayıb. Ona görə bunu da çıxırıq. Müəllimin dərs prosesində şagirdlərin fəallığını və diqqət səviyyələrini davamlı monitorinq etməməsi. Bəli, yəni diqqət, bayaq dediyimiz şərti oxuyanda dedik ki, uşaqların diqqəti dərsə deyil, cəlb olunmayıblar. Və müəllim də bunu yoxlamayıb, monitorinq eləməyib ki, bu uşaqlar dəqiq mənə qulaq asır, diqqət dərsdədir, yoxsa dərsdə deyil. Mən bunu monitorinq eləməmişəm, axırda yoxlandı görürəm ki, bunları başa düşməyiblər ki, təzədən izah etmə məcburiyyətindəyəm. Ona görə şagirdlərin fəallığını, diqqətini monitorinq eləmək lazımdır. Bəli, bu səbəblə bağlı ola bilər. Yəni, şərtdə olan problemimiz bundan bağlıdır. Digər variantlara da baxaq. Müəllim dərs zamanı şagirdlərə kifayət qədər yazılı tapşırıqları verməməsi. Uşaqlar diqqəti dərsdə deyil, yazılı tapşırığa nə əlaqəsi var ki, burada? Müəllim dərsin sonunda ümumiləşdirmə aparmaması. Hələ dərs indi başlayıb, qulaq asmıblar, dərsin sonuna ara getdik biz. Ona görə yenidə çıxdıq. Düzgün cavabımız oldu C variantı. 17-də yazılıb ki, uyğunsuzluğu tapın. İndi dəyərli müəllimlərimiz, mən oxuyuram, siz deyirsiniz ki, düzdür, yoxsa səhvdir. Deyir, praktik təfəkkür, bunu dəfələrlə dərsdə də demişdim, təfəkkür test izah videosunda da qeyd eləmişdim. İndi qarşına yazılanı oxuyuram, siz deyirsiniz, düzdür, yoxsa səhvdir. Məktəbdə tullantıların azaldılması üçün mövcud şəraitdə əlimizdə olanlardan istifadə edərək plan hazırlamaq praktik idi, yoxsa produktiv idi, dəyərli müəllimlər. Mövcud şərait, əlimizdə olanlardan istifadə etmək təbii ki, hansı idi? Bəli, praktikdir, bu düzdür, uyğunluqdur. Yəni, götürmürsünüz bunu. Analitik təfəkkür, ədəbi mətndə obrazların, davranışların, motivlərini müəyyənləşdirərək faktlar, səbəb-nəticə əlaqələri, qruplaşdırmaq, səbəb-nəticə əlaqələri, analiz, təhlil etməkdir. Analitik təfəkkürdəydir. Bu da doğrudur. Məndən öncə özünüz cavablandırırsınız, ümid edirəm. Bu da doğru, bizə uyğunsuzluq lazımdır. Produktiv təfəkkür, verilmiş fizika qanunlarından istifadə edərək gündəlik həyatda tətbiq oluna biləcək qurğu hazırlamaq. Yəni, produktiv nə idi? İşlək həll yolu hazırlamaq, yenidən nəzərdən keçirmək, yeni bir yol, işlək bir yol hazırlamaqdır. Əlimizdə olanlardan istifadə edərək nəsə hazırlayırsa, o praktikdir, produktiv deyil. Ona görə bu yanlışdır, produktiv deyil bu. Produktiv işlək bir həll yolu hazırlamaqdır, yeni bir məhsul hazırlayırdı, işlək bir həll istifadə edirsə, o produktiv idi. Amma burada elə bir şey yazılmayıb. Ona görə C yanlışdır. Yəni, digər variantlara da baxaq. Abstrakt təfəkkür ədalət anlayışını konkret hadisə göstərmədən ümumi xüsusiyyətləri əsasında şərh edir. Ədalət, vicdan anlayışlarını nümunə göstərmişdim də deyir, bu abstrakt təfəkkürdür. Bu da doğrudur. Yəni, uyğunluq gözlənilmişdir. Analoji təfəkkür, insan beyninin məlumatı emal etmə prosesini, kompüter sistemini, işləmə mexanizmi müqayisə edərək oxşar cəhətləri, bir növ eyniləşdirmə, analoji düşmənə eyniləşdirmə, oxşarlıq tapmaq onlar arasında. Bu da doğrudur. Uyğunsuzluq olduğu üçün o da C variantındadır. Davam edirik, dəyərli müəllimlərimiz 18-ci sualla. 18-ci sualda qeyd olunub ki, müəllim şagirdləri qruplara ayıraraq, deməli, uşaqları qruplara ayırmışam, uzun müddətli tapşırıqlar verir. Qrup üzvlərindən biri müzakirələrdə az iştirak edir, tapşırıqları gecikdirir və digər üzvlərlə əlaqə qurmaqda çəkinir. Deməli, digər üzvlərlə əlaqə qurmaqda çəkinir bu uşaq. Qrupun rəhbəri vəziyyəti dəyişmək üçün qərar verməli olur. Deməli, qrupun rəhbəri vəziyyəti düzəltməlidir. Aşağıdakı addımlardan hansının atılması, baxın, dəyərli müəllimə, sualın şərtini dəqiq oxumaq lazımdır. Şagirdədir. Problem həll etmə bacarığının formalaşdığını daha dəqiq deyə bilərik. Şagirddə problem, müəllimdə yox, şagirddə problem həll etmə bacarığının formalaşdığını daha dəqiq deyə bilərikdir. İndi gedək hansı variantlara baxaq. Qrupun ümumi fəaliyyətinin ləngiməməsi üçün iş bölgüsünü yenidən apararaq məsuliyyəti daha çox fəal üzvlər arasında paylamaq. Bu ayrı seçkili yoldur ki, uşaqda ümumiyyətlə problem həll etmə bacarığının olduğunu deyə bilmər. Çünki ayrı seçkili eləyir uşaq. Kim fəalsa ona daha çox iş verir. Ona görə A-nı seldik. Pasiv üzvə konkret və ölçülə bilən tapşırıqları müəyyənləşdirərək onun nəticə tövhəsini mərhələ şəkildə izləmək. Bu da səhvdir.
Yəni konkret o uşağa bir iş verən passiv uşaq və onun nəticə tövhəsini mərhələ şəkildə izləyirəm ki, görüm nəticə çatdı, çatmadı. Ona görə bunu da sildik. Qrup daxilində ümumi müzakirə təşkil edərək iş prosesində yaranan çətinlikləri açıq şəkildə səsləndirmək və birlikdə həll yolları axtarmaq. Bu da səhvdir. Çünki qrupda uşağın nəsə problemi var, ünsiyyət qurmaqda çətinlik çəkirsə elə bütün qrupun içində müzakirə niyə edirəm ki? Yəni ayrıca söhbət edə bilərəm də uşaqla. Ona görə seni də çıxdıq. Həmin şagirdlə fərdi şəkildə indi dediyimiz xüsusiyyət, həmin şagirdlə fərdi şəkildə ünsiyyət quraraq davranışın səbəblərini aydınlaşdırmaq və vəziyyətə uyğun birgə strategiyalar müəyyənləşdirmək. Bəli, yəni həmin şagirdlə bir yerdə bir yol tapırıq da, elə bil ki. Bu doğrudur. Çünki fərdi şəkildə söhbət eləməliyəm, görüm niyə, səbəbi nədir, niyə ünsiyyət qura bilmir, niyə çətinlik çəkirsən. Ona görə deyini götürürük. Tapşırığın vaxtında icrası üçün mövcud problemi müəllimə çatdıraraq onun müdaxiləsini gözləmək. Yəni, baxın, şərtdə yazır ki, şagirddə problem həll etmə bacarığının formalaşdığını deyə bilərik. Uşaq gedib müəllimə deyirsə ki, ay müəllim, gəlin sizi gözləyir, problemi həll eləyin. Daha deyə bilmərəm, axı şagirddə problem həll etmə bacarığı var. Uşaq gedib, uşağın ümidi müəllimə deyə bilir ki. Ona görə yeni çıxdıq. Sualın şərtini dəqiq oxuyanda dəyərli müəllimlərimiz variantı düzgün şəkildə tapmaq olur. 19-a baxırıq. Müəllim şagirdlərdən mövzu üzrə əsaslandırılmış fikir irəli sürməyi təlim nəticəsi kimi müəyyənləşdirir. O mövzunu izah edir, nümunələr göstərir və əsaslandırma tələb edən tapşırıqlar verir. Müəllim müşahidə edir ki, şagirdlər mövzunu anlayır, lakin arqumentləri zəifdir, fikirlərini əsaslandırmaqda çətinlik çəkir. Aşağıdakı müəllim addımlarından hansının seçilməsi bu problemin həllində metodiki baxımdan daha məqsədə uyğun olar. Şagirdlər öz fikirlərini əsaslandırmaqda çətinlik çəkirlər və arqumentləri zəifdir. Hansı addımı atsaq bir müəllim olaraq vəziyyəti düzəldərik? Gəlin variantlara baxaq. Müəllim növbəti dərsdə əsaslandırılmış cavab nümunələri bizə lazımdır ki, hal-hazırda yaranmış vəziyyəti, problemi aradan qaldıraq. A-nı silirik avtomatik. Çünki birgə təhlil edərək arqument qurma mərhələlərini şagirdlərlə birlikdə modelləşdirməlidir. Bu səhvdir. Bizə lazımdır hal-hazırda problem var, onu bir cürə yol göstərib problemi aradan qaldırmalıyıq. Müəllim tapşırıqları idrak səviyyəsini aşağı salaraq, uşaqlar əsaslandıra bilmirlər, tapşırığın səviyyəsini aşağı salaraq, əvvəlcə sadə suallar üzərində işləyək, daha məqsədə uyğundur deyir. Təbii ki, bu da yanlışdır. Müəllim əsas tapşırığı qoyur. Çünki təlim nəticəmiz nədir hal-hazırda? Əsaslandırmaqdır da. Mən necə idrak səviyyəsini aşağı salıram, onda təlim nəticəm dəyişdi ki, mənim. Müəllim əsas tapşırığı qoruyaraq dərs prosesinin gedişində istiqamətləndirir. Bəli, baxın, tapşırığımız nə idi? Təlim nəticəsi nə idi? Müəllim nəyi müəyyənləşdirmişdi? Əsaslandırılmış fikirlər irəli sürmək idi. Müəllim əsas tapşırığı qoruyaraq dərs gedişində istiqamətləndirici fəaliyyətlər vasitəsilə şagirdlərin fikirlərini mərhələli şəkildə formalaşdırmasına şərait yaratmalıdır. Bəli, bu doğru fikirdir. Məqsədə uyğun cavab budur. Yəni, əsas məqsədimiz nə idi? O məqsəd qalmaq şərtini müəllim istiqamətləndirir, yol göstərir və şagirdlərin fikrini ifadə etməsinə şərait yaratmalıdır. Bəli, bu doğru fikirdir. Digər variantlara baxaq. Müəllim şagirdlərin cavablarının səhhli olmasını nəzərə alıb əsaslandırma tələbini qiymətləndirmə meyarlarına müvəqqəti olaraq çıxarmalıyam. Eyb yoxdur, əsaslandıra bilmirsə heç nə olmaz. Mən bunu qiymətləndirmə meyarından çıxardım. Təbii ki, bu yanlış bir şeydir. Çünki meyarımız odur axı, əsaslandırma meyarıdır. Müəllim şagirdlərin sərbəst düşünməsinə mane olmamaq üçün əsaslandırma ilə bağlı əlavə izah verməməlidir. Özünüz bilərsiniz, yəni mən sizə kömək eləyəsəm, siz sərbəst düşünmürsünüz. Təbii ki, bu da yanlışdır. Hər hansı problem varsa biz müəllim olaraq onu həll eləməliyik. Düzgün cavabımız oldu C variantı. Baxırıq 20-ci suala. Müəllim dərs zamanı Quizzes rəqəmsal platformasından istifadə edərək mövzu üzrə interaktiv testlər işlədir. Aşağıdakılardan hansında müəllimin Quizzes platformasının istifadə etməsinin şagirdlər üçün müsbət nəticəyə aid olan, yəni uzun sözün qısası, dəyərli müəllimlər, bu proqram bu platformaya aid deyildir. Şagirdlərin dərsə marağını və motivasiyasını artırması. Çünki oyunlaşdırma elementləri öyrənmə prosesini daha cəlbedici olur. Bunu demişdik ki, oyun əsaslıdır. Şagird marağını, şagird motivasiyasını artırır. Bu doğru fikirdir. Bizə aid ola bilməzdir. Bu proqrama, bu platformaya aid deyildir. Bir variantına baxaq. Şagirdlərin rəy alması nəticəsində öz bilik səviyyələrini qiymətləndirmə və səhvlərini vaxtında görmək. Bəli, şagirdlər öz səhvlərini vaxtında görə bilirdilər. Onlayn bir test platforması kimidir də, səhvlərini görürlər. Bu düzdür. Müəllim şagirdlərin cavablarına əsaslanaraq onların təlim ehtiyaclarını müəyyənləşdirməli və diferensial yanaşmanın
gücləndirir. Şagirdin ehtiyaclarını bilir və differensial yanaşır. Burada səhv heç nə yoxdur, bu da doğrudur. Şagirdlərin cavab vermə prosesində öz fikirlərini əsaslandırmaq, alternativ həll yollarını müzakirə etmə bacarıqlarını sistemli şəkildə Bu quiz-də uşaqlar onlayn testlərə cavab verirlər və s. Burada yazır ki, əsaslandırmaq, alternativ həll yollarını müzakirə etmək, yəni quiz platforması belə bir şey deməmiş axı. Ona görə bu yanlışdır. Şagirdlərin öz öyrənmə tempinə uyğun şəkildə tapşırıqları yerinə yetirməsi və rəqəmsal savadlıq bacarığını inkişaf etdirməsi. Bəli, bu da doğrudur. Onlayn platformada istifadə edəndə savadlıq, rəqəmsal savadlıq inkişaf eləmiş olur. Bu da doğru fikirdir. Aid ola bilməzdir. O da D variantıdır. Ümid edirəm ki, dəyərli müəllimlərimiz fəsil 1 sınağı, yəni fəsil 1-in izahı sizlər üçün həm faydalı, həm də öyrədici oldu. Dinlədiyiniz üçün də təşəkkür edirəm.